İqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar, ərzaq qıtlığı və sosial-iqtisadi böhranlarla müşayiət edilən ağır gələcəyə aparır. Alimlər xəbərdarlıq edirlər ki, bu proseslərdən xilas olan insanlar da yoxsulluq və iqtisadi çətinliklərlə üz-üzə qalacaqlar. Cambridge Universitetinin mütəxəssisləri qeyd edirlər ki, əsrin sonuna qədər orta statistik insan 24% daha az gəlirə sahib olacaq. Hesablamalara əsasən, hətta Böyük Britaniyada belə həyat şəraiti hazırda inkişaf etməkdə olan ölkələrin reallığını hatırlata bilər. Tədqiqat müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi yalnız kənd təsərrüfatına deyil, nəqliyyat, sənaye və ticarət sahələrinə də ciddi təsir göstərəcək. Əgər illik temperatur artımı 0,4 dərəcə Selsi səviyyəsində qalarsa, 100 illiyin sonuna qədər dünya üzrə adam başına ÜDM 10-11% azalacaq. Ən pis ssenarida isə itkilər 20-24%-ə çata bilər. Alimlər fosil yanacaqlardan imtinanın sürətləndirilməsini və uyğunlaşma tədbirlərinin görülməsini vacib sayırlar. Onların sözlərinə görə Paris sazişində nəzərdə tutulan hədəflərə əməl olunsa və temperatur artımı ildə 0,1 dərəcə Selsiyə qədər məhdudlaşdırılsa, qlobal gəlirlər 0,25% arta bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, dünyada iqlim dəyişikliyinin fəsadlarından tam qorunan ölkə yoxdur. Əgər emissiyalar azaldılmasa, heç kim təhlükəsiz deyil. London Gigiyena və Propik Tibb Məktəbinin proqnozuna görə isə 21-ci əsrin sonuna qədər Avropada 2,3 milyon insan ekstremal istilərin qurbanı ola bilər.